Hə, deməli mən burdan müraciət eləmək istəyirəm Əli Kərimlinin həyat yoldaşı Samara xanıma. Səhv eləmirəmsə Samara xanımdır. Hə, deməli sosial şəbəkələrdə oxuyuram ki, o yazır ki, 60 yaşlı, 80 kilo çəkisində olan mənim Əli Kərimli, yəni əri bu dövlətə ağırlıq eləyir, qorxurlar filan, mənim ərim qorxu yaradır filan beşməkan. İndi mən sizə bir cavab vermək istəyirəm. Mən heç bir nə müxalifətçiyəm, nə dövlət adamıyam, sadə bir veteran anasıyam. Mən demək istəyirəm ki, ay Samara xanım, siz düzdür, ərinizi müdafiə edirsiniz, amma sizin əriniz Əli Kərimli öz günahlarının cəzasını çəkir. Gəncləri öyrədirdi söyüşə, çıxardırdı mitinqə, boş-boş mitinqlərə. Bu boyda xalq əgər narazıdırsa, öz sözünü özü deyə bilən xalqdır. Bir Polad Həşimovun ölümündən hiddətlənən xalq Qarabağı istədi, nail də olduğunu. Yəni qüvvəsini gördü də, hamı gördü xalqın qüvvəsini. İndi heç kəs çıxmırsa sənin ərinlə düşüb ortalığa və yaxud cavanlar. Əsas məqsəd nədir? Cavanları, gəncləri öyrədir, söyüşə, mitinqlərə. Sonra da nə olur? Nəticədə hamısı həbsdə çürüyürlər. Amma öz oğlunuzu, oğlanlar da ya oğuldur, bilmirəm indi neçə uşağınız var, xaricdə bəsləyirsiniz. Lüks həyat yaşatdırırsınız. Hansı pullarla? Bu bir. İkincisinə qalanda ki, mənim uşağım, mənim evladım, hansı ki indi veterandır da, 44 günlük müharibədə vuruşanda sənin oğlun gizlənirdi xariclərdə, kef eləyirdi. Mənim oğlum 8-ci sinifdə oxuyurdu. Təxminən 8-9-cu sinifdə orta məktəbdə oxuyurdu. Bir gün, 2 gün uşaqlar evdəki qızlarım mənə dedi ki, mama bu harasa gedir, kompüterdə buna çağırışlar gəlir filan. Mən dedim ki, baxın o kompüterə, görün nədir. Dedilər ki, Elmlər Akademiyasının yanında müxalifətçilər orada pul paylayır, çağırır uşaqları, hamını da, kim indi zəif damarı varsa onları. Hə, deməli, mən evladımı yığışdıra bilmirdim. O qaçırdı, pula tamahlanırdı, uşaq idi də. Gör, sənin Əli Kərimlin həyat yoldaşın nə günə qalıb ki, orta məktəb tələbələrini də mitinq aparırdı. Hə, bir günlərmə mən işdə olanda bu suyun içində gəldi, oğlum gördüm ki, suyun içində Targovdan gəlirdi. Dedim, hardan gəlirsən? Dedi ki, hə, heç mitinqi yanından keçirdim, suladılar bizi falan beşməkan. Mən onda başa düşdüm. Mən sahə müvəkkilimizə getdim. Dedim ki, gəlin bunu qorxuzağın. Bir də getməsin, mən bacara bilmirəm. Mən bütün günü bunu gülə bilmərəm ki. Çağırdıq ora, qorxuzduq. Ondan sonra mənim oğlum getmədi. Çox gözəl tərbiyəli oğlan da oldu falan. İndi Samara xanım, siz kimə nə deyirsiniz? Siz öz uşağınızı bəsləyirsiniz, amma başqa uşaqlar, qiyas kimi oğlanlar, deyək ki, başqa indi o adları mən təxminən bilmirəm. Hamısı türmələrdə çürüyürlər. Niyə? Onların anası yoxdurmu? Özü oturur divanda,